Bəli uşaqlar, salamlar. Bu halda burada cəbr imtahanına hazırlaşıram. Əslində vloglamayı düşünmürdüm. Amma sonra dedim vlogdur. Sonra dedim ki, hazırlaşıram, yəni makyaj falan eləyirəm, oturub video çəkirəm. Sonra dedim, yox, vəbşə heç siz burada oturun. Bu arada cəbr imtahanına hazırlaşıram. Bizdə imtahan sistemi belədir. Test imtahanıdır. 700 sual verirlər. Bu 700 sualdan 50 sual düşəcək və bu sualları eləyirim. Mən indi əzbərləmək də olar, amma cəbri əzbərləmək qeyri-mümkündür. Düşünsənə də eyni sualın fərqli rəqəmli forması 150 dənədir və onların rəqəmlərini heç bir yadda saxlaya bilməsən, maksimum bəzi sualları göz yaddaşına ya da məntiqlə tuta bilərsən. Amma xaricində çətin olduğu üçün əzbərləmək oturursan, nə isə hesablayırsan. Nəysə, mən də həllərini yazıram, özüm tapmaya çalışıram, orada da özüm hesablayacağam. Və bu 700 sualdan 50'si düşəcək. İnşallah bildiklərim düşər deyə ümid edirəm. Bu arada 3 imtahanı geridə qoymuşam, son 2 imtahanım qalıb, İKT və cəbir. 27'si İKT-dir, yəni sabah öbürsün, 30'u da cəbirdir. İKT-ni dünən qutardım, amma onu çəkmədim. Onu oxudum, qutardım. Amma sabah təkrar eləyəndə çəkərəm. 700 sual təzən təkrar edəcəm. Sonra 350 sualım qalıb. Onları bitirməyə çalışacağam. Emiş, video çəkirəm, YouTube videosu. Oha! Ama oha ya! Oha! Ama Oha annesi ya! Vay babayın! babayın mı? Vay baba! Duş eləyirsən. Sən də duşu bir şey eləyirsən. Videonun ortasında. Hadi hazırlanmadım. Bu dəfə hazırlanmamış. Gerçək həyatımı pijamalarla dərs oxuyuram evdə. Onu çəkməyə çalışdım bu dəfə. Həyat çox çətindir uşaqlar. Yanvar ayı bitsin istəyirəm. Bu ayın 25-idir. Yeter artık! Yeter buramıza geldi ya! Nedir bu be? 25-idir və son 2 imtahanım qaldı. Və bu arada ilk 3 imtahanımı çəkmədim. Əslində ən çətinləri olardı. Ekonomi imtahanından, uşaq iqtisada giriş imtahanından ən çox qorxduğum o idi. Girişim çox aşağı idi. Yəni dilə gətiriləsi bir giriş deyilmi? Demə, girişim dilə gətiriləsi bir giriş deyildi. Amma çıxışım 47 oldu. Arkadaşlar inanın para atarsınız söylerim. Və 47 bal yığdım. Can çəkişdim, oxudum. Şübhəli. Maşallah. Zərbəçiliyə oynayıram uşaqlar. Zərbəçi olmadığında ötürü çalışıram. Bu arada 47 istəyirəm, 47 yığdım. Artıq giriş balımı təxmin eləmişsinizdir. Nəysə. Və ondan o qədər xoşbəxtəm ki, bu gün eşitdim cavabları və çox xoşbəxt oldum. Dedim, ay Allahım şükür. Çox rahatladım. İnşallah bu videonu çəkəndə paylaşmayı düşünərəm. Nəysəm çox rahatladım, hədsiz rahatladım. Həmçinin xidyak imtahanı da verdi, o da qəşəng keçdi. Bir də adyak vermiş, ilk adyak vermiş, o da qəşəng keçdi. Adyakla xidyakım A olacaq. Daha çox xidyakın cavabları sıxmayıb, amma A olacaq. Adyak adı. Sonra C-də nədir onun adı? İqtisada giriş zaten böyük bir başardı məncə. Çünki girişim çox aşağı idi. İndi bu ikisinə də C ya da B-yə zorlasam A-ya çalışacağam ki, bu ikisindən toplayım. A-nın, boş verin, 2 dənə ayım var bəsdir. Bu ikisinə də B ya da C-yə çalışıram, hətta B-yə çalışıram. Belə, uşaqlar, yanvar ayı Allahım bitsin istəyirəm. Yəni, tələbələrin travmaydı yanvar ayı. Travma alırıq biz bu ayda. Bütün gün evdə nə edirik? Dərs olur, bəlli oldu, hər gün dərs olur. Bütün gün evde ders yaparım. Mən oxuram, sən bilirsən. Arkadaşlar bunun da doğrusunu biliyorum ama ben neyse. Nəysə, uşaqlar, və gerçək üzümü göstərirəm. Yəni, gör necə doğal bir video çəkirəm, pijamalarla, qabaq. Belə. Bugünlük bəsdir. Bugün uşaqlar xəbəriniz var. Mən 90 neçədən ta 270-ə qədər sual oxumuşam. Yəni, bu nə deməkdir? 150-dən çox sual oxumuşam. Yəni, harısı 200-ə yaxın sual oxumuşam. Bombastik bir başardı mənsin. Və beynim artıq tormuzlanıb. Və içində bəzən oxumamışam. Unutma yazdım bura. Ortada. Asimptomlar qaldı. Asimptomlara bir kırıq baxacam. Sonra da bitəcək. Bitməyəcək. Hələ bu qədər sual qalıb. Arkadakılar qalıb. Bəli, nə eləyək? Bu da bizim həyatımız uşaqlar. Nəysə, bunu da çəkdim. Sabah yenə çəkərəm.
Bürsin imtahanı da çəkərəm. Sonra 5-ci gündə imtahanı çəkərəm və sonra bitdim. Bəli, yeni bir gündən salamlayıram. Saat 2-dir və mən sabahları İKT-dən imtahan verəcəm. Bunların hamısını onsuz da yəni həftə ərzində oxudum. Belə yadda saxlamaq üçün üsullar eləmişəm, bəzi sözləri görəndə belə yazım falan deyə. Və indi təkrar edirəm. Hardasa 300-ə qədər təkrar elədim. Sonra dayandırdım. Bir proqram tapmışam. O proqramdan testlər işləyirəm. Yəni o daha məntiqli gəldi bunu oxumaqdansa. Yəni onsuz da oxumusam bunu. Yəni belə. Yəni səhərə qədər o proqramda olacam. Ona görə bugün çox da çəkə bilməyəcəm belə dərs oxumaq barədə. Amma dediyim kimi belə. Bəli, İKT imtahanını çəkməmişəm. Daha doğrusu çəkməyi unutmuşam. Ancaq o da uğurla başa çatdı. Bəy aldım. Belə. Son imtahan uşaqlar. İnşallah yaxşı keçər. İmtahana gedirik uşaqlar. Bəli. Hissləriniz nədir axırıncı imtahanınızda? Axırıncı imtahandır hissləriniz. Nə olur? Axırıncı imtahandır deyə siz çəkirəm. Metroda suallar oxuyur, ayırda oxumamışam da. Əslən dirəşim yığır, adıma vermir. Hissləriniz. Suallar oxuyur. Bir saat vaxtım Bu oldu arada da hazırlar. Ne dedim bunlara soruşum. İmtihana hazırsınız? Hamının sifətində kəsilmə ümidi var. Bu PDF çıxışda atacağım. Bezdim da. Uşaqlar bitti bu bitməz 120 dəqiqədə zəngə. Bitti uşaqlar. Qəşəng bitirdik sonunda. Allah bir qədər bunlara atay qurtulmaq istəyirəm. Qəşəng bitdi zərbəçi olaraq qurtardım uşaqlar. Bir də arxadan yox qabaqdan çək. Yox, çəkirəm danış. Tam bitirmişəm şu. Arkadaşlar bizi kovacaylar burada. Kovacaylar bizi burada. Kamera çək. Kamera. Utanma. Necə gözləyirin kamerada yəni. Ben 30 gözlüyorum 50 geldi. 17 pis gözləyir. 40 gözlürdüm, 40 gəldi. Bəli. Sən mənə gözləyir həmişə gəl. Hə. Nədən İkisi də girişi 47 gözlədim, 47 gəldi. Nə qədər qaldı? Səsim necə olur? Yaraşır. Aydın çətin. Oo, ən sevdiyim də ayrı səsim. Bəli uşaqlar, vlogun sonuna gəldik. Universitetdən çıxırıq, imtahanlarımız bitdi. Birinci semestri başarı ilə başa vurdu. İnşallah gələn semestrlər bundan da yaxşı keçər. İnşallah. Ümid edirəm hər kəsə yaxşı keçmişdir. Keçməmişsə də boş verin. Gələn semestr düzəldərsiniz, inanıram. İnşallah videomu bəyənərsiniz. Yəni çox çəkə bilmədim. Çünki imtahanlara hazırlaşanda həqiqətən video çəkmə halında olmur adam. Amma yenə də çəkməyə çalışdım. İzlədiyiniz üçün təşəkkür edirəm. Öpürəm. Burada da sertifikat almışım. This is the end.